İstanbulda ictimai nəqliyyatın qiyməti 10% artdı. Ümumi götürsək, hardasa minimum 1 manat 70 qəpik ödənilməlidir avtobus və metrolara minmək üçün. Burada ictimai nəqliyyatın baha olması ilə bərabər digər üstünlüklər də var. Bir çox hallarda insanlar ictimai nəqliyyatdan pulsuz istifadə edə bilirlər. Onlar kimlərdir? Məsələn, əlilliyi olan şəxslər ücretsiz kartla təmin olunurlar. 65 yaşın üzərində olan insanlar ictimai nəqliyyata pul vermirlər. O cümlədən də biz jurnalistləri də düşünüblər və biz də ictimai nəqliyyatdan ücretsiz kartlarla istifadə edə bilirik. Bu əlbəttə ki, maddi olaraq da maddiyyatla yanaşı vaxt baxımından da bizə çox üstünlükdür deyə bilərəm və çox gözəl düşünülmüş bir qərardır. Dünya təcrübəsi yəni dünyada bu təcrübədən istifadə oluna bilər deyə düşünürəm. Bu kateqoriyaya çox əlavələr etmək olar. İndi mənim ağlıma gəlmir. Bir də onu qeyd edirəm ki, himayəsində, yəni 3 yaşa qədər olan, hətta deyərdim 4 yaşa qədər uşağı varsa, analar anne kartları ilə təmin olunurlar. Onlar da ictimai nəqliyyatdan pulsuz istifadə edə bilirlər.